Təkcə 1941-ci ildə Respublikamızdan böyük vətən müharibəsi cəbhələrinə yola düşən 186.700-dən çox əskərin 600 nəfəri Qobu kəndindən olub. Bugün bu aydın səma altında onların keçdiyi döyüş yolunu təsəvvür etmək çətindir. Lakin nə o günlərin şahidləri, nə də onların nəvə nəticələri bugünkü nəsil azadlıq qurbanlarını unutmur. Sovet Silahlı Qüvvələrinin 70 illiyi ərəfəsində al bayraqlarla bəzədilmiş bu monumental abidə Qobudan olan döyüşçülərin xatirə kompleksidir. Mərmər divarlara həkk olunmuş adlarda və foto şəkillərdə hörmət və ehtirama layiq oğulların xatirəsi yaşayır. Onlardan 131 nəfərinin ömür yolu Böyük Vətən müharibəsinin səngərlərində bədləşib. Moskva, Stalingrad və Berlin uğrunda mübarizələrdə sinəsini sipərə çevirib. Berlində, Brandenburg darvazasında 416-cı Taganrog diviziyasının al bayrağı dalğalananda doğma torpaqdan təbrik teleqramı alıblar. Sevinç və kədərin çulğaşdığı bu xatirə günündə Qobu cəmaatı, uşaqlı, böyüklü hamı bu məbədə üz tutur. Burada təkcə Böyük Vətən müharibəsi illərində yox, həm də dinç günlərimizdə qurban gedənlərin xatirəsi bədləşib. Qardaş Əfqanistan torpağında beynəlmiləl borcunu yerinə yetirərkən həyatını qurban verən Ənvər İbrahimovun müəllimləri, döyüşçü dostları, qəhrəmanın adını daşıyan pioner drujinasının üzvləri igid həmyerlimiz haqqında xatirələrini söyləyirlər. Bu xatirə günündə buradakı əbədi məşəli igid döyüşçünün anası alovlandırır. Bu nə qədər ağır olsa da fərəhlidir. Ona görə də burada çıxış edənlərin arzu və istəyinin leytmotivinə çevrilən belə bir fikir tez-tez təkrar olunur. Nə qədər ki, müharibə təhlükəsi qalır, nə qədər ki, sosial qisas Qərbin strategiyasının və militarist proqramlarının əsası olaraq qalır, biz bundan sonra da hər cür lazımi tədbirlər görəcəyik ki, müdafiə qüdrətimiz imperializmin sosializm üzərindəki hərbi üstünlüyünü istina edən səviyyədə qalsın. Biz heç vaxt müharibəyə yol verməyəcəyik.